dedim ki, bəlkə bir dənə YouTube kanalı açım. Heç nəyim yox idi, amma ki, vaxtım var idi və cəsarətim də var idi ki, eləyim də, nə itirəcəm. Mən özüm danışanda da izlənmirim, elə də izlənmirəm. Onun üçün məncə çox da böyük bir fərqi olmadı. Yəni məni ciddi qəbul eləsin deyə mən Onur Ünlü ilə olan müsahibəmi göstərmişdim. Sınadım, yoxladım ki, axır ki alındı. Kanalımı açmaq qərarım əslində işsizlikdən çıxmışdı. Həmin dövrdə mən universiteti yeni bitirmişdim. İstanbul Universitetinin Türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdım və Bakıya gələndən sonra təbii ki, o adaptasiya dövrü var idi. Çünki sən universitetdə oxuyursan və sənəd mən təqaüdlə oxuyurdum. Ona görə mən rahat idi və iş həyatına atılmaq idim. Amma həm bitirdiyim ixtisas biraz çətin idi. Yəni oradan gəlib burada iş tapmaq. Həm də mən özüm də nə edəcəyimi bilmirdim. O arada da əsgərlik məsələsi də var idi. Yəni konkret gələcəyimin necə olacağı biraz qaranlıq idi və eyni zamanda mən aktiv bir YouTube izləyicisi idim. YouTube'da daim kontentlər izləyirdim və düşünürdüm ki, belə bir kontent yaratmaq. Sonra isə bir gün öz dostumla oturarkən dedim ki, bəlkə bir dənə YouTube kanalı açım. Danışdıq, dedi ki, ola bilər də. Dedim, nə olsun? Sonra fikirləşdim ki, əslində iki istiqamətim var idi. Bir idmanı çox sevirdim, bir də ki, filmləri çox sevirdim. Dedim ki, idman bilmirəm, amma incəsənət, yəni film daha çox marağımı çəkir. Ondan sonra kanal yaratdım və üstündən 1-2 gün keçməmiş artıq ilk videomu yayımlamışdım. Sadəcə orada məsələ elə idi ki, işin maraqlı tərəfi o idi ki, mənim nə kameram var idi, nə mikrofonum var idi, nə işığım var idi. Həmin videonu montajlayacaq mənim proqram təminatım belə yoxdur. Yəni notebook keçdim, mən onu Camtasia adlı free olan bir çox belə əldə qayırma bir proqram vardı. Onunla hazırlayırdım videolarımı. Yəni heç nəyim yox idi, amma ki vaxtım var idi və cəsarətim də var idi ki, eləyim də, nə itirəcəm. Ondan sonra başladım və davam eləyir. Hələ də 2018-in dekabr ayı idi və artıq 7 ilə doğru gedirik. Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bildiyiniz kimi yeni bir YouTube kanalı açmağa qərar verdim və kanalın adı Filmat olacaq. Daha çox filmlər haqqında, daha çox həmişə filmlər haqqında. İlk videom, bəli, Filmat giriş əslində mən o videonu bilərək silməmişəm. Hələ də saxladığım, bilərək insanlara göstərmək istədiyim bir videodur. Çünki o videoya baxanda əslində insanın hardan başladığı, necə başladığı çox bəllidir. Məsələn, mən orada kameranı əyri qoymuşam. Yəni kamera qarşısında danışa biləcək bir insan kimi deyiləm. Fokuslana bilmirəm, deyəcəyim sözləri seçməyə çalışıram və fikirlərim də tam aydın deyil, amma ən azından nəsə etmək istəyirdim. Daha sonra isə Jackin tikdiyi ev haqqında çəkdiyim videonun əsas səbəbi o idi ki, Lars von Trier'in filmi idi və o film Azərbaycanda kinoteatrlara da gəlmişdi. Səhv etmirəmsə o vaxt Park Cinema onu nümayiş etdirirdi və mən istədim ki, belə bir kontentlə başlayım. Əslində o məqsəd nə idi orada? Yəni məsələn, Lars von Trier, yəni populyar, çox da bilinməyən bir rejissordur. Daha bir niş kütləyə xitab etmək istəyirdim. Daha gənclərin marağını çəkə biləcək art house filmlər və s. bu haqqda danışmaq istəyirdim. Və biraz elə getdi. Biraz başlayandan sonra bir müddət elə getdi. Daha sonra isə istiqamət istər-istəməz dəyişəsi oldu. Deməli, bugün danışacağımız film Lars von Trier'in 2018-ci ildə Cannes'da göstərilən, amma out of competition, yəni yarışdan qıraq formada göstərilən Jackin tikdiyi ev filmidir. İlk dəfə Green Book videosuyla, yaşıl kitab videosuyla mən videonu daha yaxşı bir keyfiyyətə çatdırmaq üçün öz dostlarımdan birinə müraciət elədim. Şəfəq Maylovaya müraciət elədim ki, o videonu səsləndirsin. Bunun əsas səbəbi nə idi? Çünki insanlar mənim səsimə qıcıq olurdular. İnsanlar mənə durmadan yazırdılar ki, bəs sənin səsin pisdir, sən nə bilim normal danışa bilmirsən və s. və axır mən də hər zaman həll tapmağa çalışan bir insanam. Yəni insanların fikirlərinə də əhəmiyyət verirəm. Dedim, yaxşı, o zaman qoy başqası səsləndirsin. Bu həm də müəyyən mənada mənim üçün rahat oldu. Nəyə görə rahat oldu? Çünki mən tekst yazdım. O yazdığım teksti oxudu. Düzdür. Mən onu atmışdım və onun yanında rejissor kimi deyildim ki, deyim bunu elə oxu, bunu belə. O öz bildiyi kimi oxuyurdu. Mənim üçün də problem yoxdur. Ən azından mənim səsimdən daha yaxşı bir səsi var idi deyə o səsləndirirdi o videonu. Amma orada da bunu gördüm ki, əslində elə olanda da izlənmir. Yəni mən özüm danışanda da izlənmirim, elə də izlənmirəm. Onun üçün mənim üçün çox da böyük bir fərqi olmadı. Yəni həyatımı dəyişən bir şey olmadı. Ondan sonra Ülviyə Əli də mənim videolarıma dəstək olmaq məqsədi ilə səsləndirmələr eləmişdi. Yəni orada tək Şəfəq yox, həm də Ülviyə də dəstək olaraq səsləndirmişdi. Yəni ümumiyyətlə biz kanal fəaliyyəti boyunca müxtəlif kontent tipləri yoxlamışıq, müxtəlif
səhvlər və düzlər tapmağa çalışmışıq ki, onun üzərində bir kanal formalaşdıraq. Salam. Sizi nəhayət Hacının o cildləyən səsindən xilas etməyə gəlmişəm. Bundan sonra sizinlə mən olacağam. Şəfəq. Bugün isə getmək ya getməmək seriyasının 3-cü buraxılışına keçid ala bilərik. Oradan bizim maraqlı videolarımızdan biri qına və qınama adlı videolar idi. Yəni əslində orada bir cavab var idi. Orada cavab verməyimizin səbəbi nə idi? O vaxt Əlixangili çox biabırçı bir video çəkmişdilər ki, bəs belə çox bilirsiniz, özünüz çəkin və nə bilim belə biraz belə məhlə qaqası yanaşması eləmişdilər və o istər-istəməz mənim xoşuma gəlməmişdi. Əllərində red kameralarla, işıqlarla, mikrofonlarla içəri girib yazılmış ssenarini tez tələsik kiminsə əlinə tutuşdurub, davay bizim üçün dramaturji həll tap demək düşüklükdən başqa bir şey deyil. Mən də dedim ki, yəni niyə sizi qınamasınlar da? Çünki siz məsələn incəsənət bir ortaya iş qoyursunuzsa, niyə sizi tənqid eləmək olmaz? Niyə elə düşünürsüz ki, sizin çəkdiyiniz şey ən yaxşıdır? Siz daim inkişaf etmək istəyirsinizsə, mütləq sizi tənqid edənlər olmalıdır, sizə əks fikir bildirənlər olmalıdır. Yoxsa sən olduğun yerdə sayacaqsan. Zaman onu göstərdi ki, əslində biz haqlıydıq. Yəni mən haqlıydım ən azından. Niyə görə? Çünki o işlərdən sonra Əlixanın çəkdiyi işləri görsən, Əlixan özü də çox inkişaf göstərdi, proqres. Bəlkə də tənqidlərə o qədər də qulaq verməyib, o sadəcə öyrənərək inkişaf edir. Amma yenə də tamaşaçı olaraq sən düşünürsən ki, okey, burada bir tənqid var, burada bir proqres var, inkişaf var və onun nəticəsində getdikcə daha yaxşı işlər ortaya çıxır və çox yaxşıdır ki, o andan sonra demək olar ki, bir də belə söhbət olmadı. Yəni bir də ay siz niyə tənqid edirsiniz? Ay nə bilim. Əksinə bu dəqiqə özləri axtarır ki, kimsə ki, onların filmi haqqında danışılsın, tənqid olunsun, daha çox insanın diqqətini çəksin. Yəni birinci hər zaman belə biraz kəskin reaksiya verirlər, daha sonra isə normallaşır bu proses. Yaşıl pərdəyə keçidimiz çox maraqlı oldu. Çünki yaşıl pərdə əslində orada necə idi? Mənə belə bir təkliflər gəlir. Yenə mən insanlarla ünsiyyətdə idim. İnsanlar mənə deyirdi ki, arxada bir pərdə. Yəni indiki kimi deyildi də. İndi artıq demək olar ki, çox rahatlıqla studiyalar var və ya sən artıq təsəvvürün var. Mənim elə bir imkanım yox idi və düşündüm ki, gedib mən bizim yaxınlıqda 10 manat verib pərdə aldıq. Yaşıl pərdə aldıq. Daha sonra onu mən evin divarından asdım və daha sonra onun qabağında videolar çəkməyə çalışdım. Sadəcə mən sonradan başa düşdüm ki, təbii ki, mən o anda onu bilmirdim. Sonradan başa düşdüm. Yəni təkcə məsələ yaşıl pərdədə deyil də, sən düzgün işıqlandırma qurmayandan sonra yaşıl pərdə yox, nə olursa olsun, yenə görüntü yaxşı olmayacaq. Amma o ən azından bir cəhd eləməyə çalışırdım ki, o proqres olsun. Çünki sən insanlara durmadan eyni cür kontent verirsənsə və onlar sənin pis bir content, yəni vizual olaraq pis və ya səs olaraq pis. Onlar sənin həm zaman nəyəsə dəyişməyə çalışdığını görmək istəyirlər. Çünki onlar sən inkişaf elədikcə onlar da xoşlarına gəlir ki, bu insan üzərində çalışır, bu insan nəyəsə dəyişməyə çalışır. Həmin o cəhdlərdən biri idi o yaşıl pərdə və o qədər də uğurlu deyildi açığı. Çünki bəzən qulağım gedirdi, bəzən saçımın bir hissəsi gedirdi, belə biabırçı. Həm də onu düzgün render eləyə biləcək texnikam da yox idi açığı, amma ən azından cəhd eləyirdim. Salam dostlar, bugün Avengers Endgame'in təqdimatına yox, ilk şeyə gəlmişik, izləməyə gəlmişik. Premyera bugün idi. Bugün idi. Sonra bir 28-dir. Bizim şahlardan orada 28 Bu arada bir danışaq. Bir danışaq, heç kim heç də başa düşməyəcək. Okay. Endgame videosundan başlayaraq müxtəlif insanlarla mən kontent eləmək istəyirdim. Çünki əslində dediyim əvvəldən də bu idi ki, mən bu işi heç vaxt tək etmək istəmirdim. Yəni mən istəyirdim ki, çox insan olsun, mənim kimi çox insan olsun, çox insan danışsın. Bu zaman insan sayı artdıqca daha çox insanlar diqqət çəkdikcə bu həm də fikir çeşidliliyinə gətirib çıxardı. Çünki mən nəsə düşünə bilərəm bir film haqqında, amma bu mütləq deyil ki, mən həqiqət deyim. Amma 3 nəfər olanda və biz 3 nəfər müzakirə edəndə artıq 3 həqiqət var deməkdir və insanlar bu üçü arasından seçim eləyə bilərlər. Ona görə həmin dövrdən başlayaraq mən öz dostlarımla, öz tanışlarımla onlar da mənə deyirdilər. Mən də onlara dedim ki, açıqda kanal sizə açıqdır, istədiyiniz vaxt nə istəsəniz edə bilərik. Onlar dedi ki, aha belə bir şey eləyək, film haqqında danışaq. Sonra elə oldu ki, o həmin proyekt, həmin o Endgame-dən başladı, daha sonra Geekxanaya çevrildi. O uşaqlar animasiyadan, animelərdən danışmaq istəyirdi. Biraz o mövzulara diqqət çəkmək istəyirdilər.
orada da yenə biz açıq bir şəkildə oldu. Yəni dedim ki, yaxşı gəlin edin. Sadəcə bu əməkdaşlıqların bu komanda işinə çevrilməyən əsas problemi həmişə olur ki, o insanların əsas işi bu deyil və sadəcə həvəskar kimi yanaşırlar. Təbii ki, mən də onda həvəskar idim, amma davamlı olaraq etmək üçün səbat lazımdır, səbr lazımdır. Həmin o vaxtları da olmurdu deyə edə bilmirdilər və ona görə o bütün o etdiyimiz cəhdlərin hamısı yarı dayandı. Hətta bu yaxınlarda belə 2 il bundan qabaq da, 2 il ya 1 il yarım bundan qabaq da bir cəhd elədik fotoqraf bir dostumuzla. O da yarıda dayandı. Onun da səbəbi o idi ki, o deyirdi ki, videoları mən özüm montaj eləyim və mən özüm hazırlayım. Dedim, yaxşı, yəni sən etmək istəyirsən. Et, sadəcə onun sonra başqa işləri çıxdı və biz onu davamlı olaraq edə bilmədik. 2019-cu ildə Batumi Film Festivalına getmişdim və bu mənim ilk beynəlxalq festivalda olan təcrübəm idi. Yəni daha sonra başqa festivallarda da iştirak elədim və onları da vlog şəklində, hətta bəzi festivallar oldu ki, orada iştirak elədim, amma vlog çəkmədim, çünki o qədər vaxtım və ya həvəsim yox idi. Mənim üçün çox maraqlı bir təcrübə idi, çünki mən onda başa düşdüm ki, kino tənqidçilik ciddi bir işdir, kino tənqidçilikdə çox yaxşı bir potensial var. Sən ən azından dünyaya çıxa bilərsən, başqa ölkələrə gedə bilərsən. Məsələn, Batumiyə getdim, ondan sonra Almaniyanın Cottbus şəhərinə getdim, orada da festivalda iştirak etdim. Bu mənim üçün əslində mənim vizyonumu, mənim dünyaya baxışımı genişləndirən, üfüqümü genişləndirən bir şey oldu ki, mən başa düşdüm ki, artıq yaxşı mənada burada nəsə potensial var. Onur Ünlüdən müsahibə almağım əslində mənim üçün gözlənilməz idi. Çünki mən buna hazırlıqlı deyildim və o videoya baxdığınız zaman, yəni əslində mənim o dövrdə hələ də çox da yaxşı kompozisiyadan və s.dən çox da yaxşı başıma çıxdığım deyə bilməz. Çünki kompozisiya əyridir, görüntü pis gündədir. Sadəcə necə oldu? Cottbus Film Festivalında Onur Ünlü qonaq idi və mən orada öyrəndim. Təsəvvür edin ki, o ana qədər mənim elə bir təsəvvürüm yoxdur. Orada öyrəndim ki, sən əgər jurnalist kimi iştirak eləyirsənsə, sənin rejissorlarla, aktyorlarla müsahibə almaq kimi bir imkanın var. Sən sadəcə gedirsən mətbuat mərkəzinə, festivalın mətbuat mərkəzinə və deyirsən ki, mən bu adamla müsahibə almaq istəyirəm. Onlar da sənə deyir ki, sən filan vaxtı, onun uyğun vaxtı olacaq, sən ondan danışa bilərsən. Mən də elə oldu ki, Onur Ünlü yaradıcılığını çox yaxından izləyirdim deyə, ümumiyyətlə də türk kinosunu çox yaxından izləyirdim deyə. Çox da maraqlı oldu əslində, o dövrdə aktual olan bir çox mövzulara toxunduq. Nə bilim, Zeki Demirkubuzla problemi var idi, başqa problemlər var idi və onun yaradıcılığı haqqında da ətraflı danışa bildik. Talih Yüzbəyovla olan videom əslində mən onu yenə düşünürdüm ki, mən bunu davamlı olaraq eləyim və çox sağ olsun ki, Talihlə açıq o vaxtı çox da bir tanışdığım yox idi. Sadəcə mən ona təklif elədim. Dedim ki, bax mən getmişəm, Onur Ünlü ilə müsahibə almışam. Yəni belə deyim də, məni ciddi qəbul eləsin deyə mən Onur Ünlü ilə olan müsahibəmi göstərmişdim. Talih də yazmışdı ki, yaxşı da, yəni okey, sən bu işlə məşğul olursan, sənə müsahibə verə bilərəm, sağ olsun. Və ondan sonra açığı bilmirəm, həmin videonu görüb, görməyib və ya görsə də düşünmürəm ki, o yəni nəsə belə kəskin bir fikrin dəyişməyə səbəb olar. Çünki yəni mən o videonu çəkəndə, həmin videonu çəkəndə 23 filan yaşım var və istər-istəməz yaşın da verdiyim müəyyən şeylər var. Məsələn, bu yaşımda, bu təcrübəmdə mən elə bir video çəkmərəm, amma yenə də o video o cür bir şey olsa yenə də ona öz etirazımı bildirərəm, amma başqa formada bildirərəm də, yəni daha fərqli formada danışaram o öz yerində. Amma heç bir problem olmadı. Talih sağ olsun gəldi. Hətta onun narahat eləyən mövzularda da danışdıq, məni narahat eləyən mövzularda da danışdıq və çox yaxşı oldu əslində. Ondan sonra biz yavaş-yavaş Talihlə müəyyən münasibətlərimiz də yarandı. Sağ olsun ki, gəlmişdi müsahibə üçün. The Lighthouse videosundan sonra və Oscar 2022 videosundan sonra biz orada başqa insanların uzaqlaşmasının səbəbi yenə də onların vaxt tapa bilməməsi və ya orada məsələn Türkan Hüseyn var idi. Biz onunla da videolar çəkirdik. Türkan Hüseyn etməmək səbəbi o idi ki, Türkan dedi ki, mən rejissorluq etmək istəyirəm və artıq kino haqqında danışmaq istəmirəm. Mən də dedim, yaxşı. Daha sonra Üzeyir Məmmədli ilə də davam elədiyi bir neçə video Üzeyir Məmmədli ilə oldu, amma Üzeyrin də vaxtı olmadığı üçün istər-istəməz tək qaldım və tək qalandan sonra isə başladım öz videolarıma davam eləməyə. Sadəcə orada belə bir 2022-nin əvvəlindən deyək də, belə bir aydınlanma oldu məndə ki, əslində 2022-nin mayı demək daha doğru olar. Aydınlanma oldu ki, yeni bir platforma var, yeni bir dünya var. Bu da qısa videolardır. İndi Shorts adlanan
qısa 1 dəqiqəlik, 1 dəqiqə yarımlıq videolardı. Instagramda Reels dediyimiz, TikTok videoları dediyimiz formatdır və o andan etibarən kanal böyüməyə başladı. O videolardan çox böyüməyə başladı. Çünki mən artıq o videoları çəkməyi hazırlamaq çox az müddət tələb eləyirdi deyə. Çox rahatlıqla mən istədiyim şeyləri yoxlaya bilirdim. Bir dənə yoxlayırdım, alınmırdı. Keçib başqa bir format eləyirdim, onu yoxlayırdım. Və bu bir müddət sonra artıq mən o qədər sınadım, yoxladım ki, axır ki alındı. Axır ki o alındı və alınandan sonra artıq bildim, mən başa düşdüm ki, insanlar nəyi istəyir, nəyi sevir. İndinin özündə də fərqli şeylər yoxlayıram, fərqli formatlar eləməyə çalışıram. İnsanlara çünki durmadan eyni kontenti vermək olmaz. Çünki insanlar sıxılırlar, eyni şeyi təkrar niyə izləsinlər? Ona görə hər dəfə interaktiv nəsə qatmaq istəyirəm, başqa formatlar eləyirəm, siyahılar eləyirəm ki, həmin o maraq gəlsin. Amma kanalın bu qədər böyüməyinə əsas səbəb olan məqam 100%liklə deyə bilərəm. Hazırda məsələn Filmaçın YouTube-da 50 mindən çox izləyicisi var. Bu birbaşa qısa videolarla əlaqəlidir. Təsəvvür edin ki, qısa videolar başlamamışdan qabaq Filmaçın YouTube-da cəmi 3000 abunəsi var idi. Qısa videolar paylaşmağa, hər gün paylaşmağa başlayandan sonra isə təbii ki, bu da 3 illik bir, az qala artıq 3 illik bir prosesdir. Çox böyüməyə başladı və hazırda 50 min abunəyə gəlib çatmışıq. Bu kadrlara diqqətlə baxın. Bu kadrlara diqqətlə baxın. Bu kadrlara diqqətlə baxın. Bu kadrlara diqqətlə baxın. Filmaçın yüksəliş dövrü dediyim qısa videolarla, TikTok videoları ilə oldu. Əslində mən o barədə düşünürdüm. Mən özüm reklam agentliyində copywriter olaraq işləyirdim də. Daim alqoritmlər üzərində insanların nəyə reaksiya verib, nəyə reaksiya vermədiyi barədə bu kimi məqamlar üzərində həmişə düşünürdüm. Və əslində videolar ideyam var idi. Sadəcə imkanım yox idi ki, həmin o videoları çəkim. Sonra elə oldu ki, mən özümə bir mikrofon aldım və gördüm ki, aha mən bu mikrofonla çox rahatlıqla videolar çəkə bilərəm və elə başladım. Birinci qabağıma telefon qoyub çəkməyə başladım. Sonra dedim, okey, qabağıma telefon qoyuram, bəlkə kamera ilə alım. Kamera ilə çəkməyə başladım. Sonra arxanı yavaş-yavaş dəyişməyə başladım. İşığı, ondan sonra fonu dəyişməyə başladım və beləliklə o inkişaf elədi. Orada da tam təsadüfən oldu mənim tutuzdurmağım, belə mənim aydınlanmağım. Orada nənəmə təşəkkür eləyirəm. Ne deyə bilərsiniz, nənəmin nə əlaqəsi var? Mənim tutuzdurduğum video bu idi ki, Arif Babayevin filmi var, Uşaqlığın son gecəsi. Uşaqlığın son gecəsində belə bir səhnə var. Nənə uşağa deyir ki, gəl radionu yandır, görüm azan verirlərmi? Mən də bu mənə çox maraqlı gəlmişdi. Dedim, axı bir Sovet ölkəsində necə bir radioda necə azan verilə bilər ki? Yəni bu necə mümkündür? Axı Sovetlərdə ateizm var idi, din təbliğatı yox idi və s. Bu mənə çox maraqlı gəldi. Nənəmdən soruşdum ki, nənə, bəs bunun səbəbi nədir? Dedi ki, o vaxt Bakıda insanlar İran radiolarına tuturdular. Dalğa olaraq İran radiolarına tuturdular və orada azan veriləndə arada eyni vaxt idi da, eyni saat qurşağıdır deyə burada da artıq namaz vaxtı olduğunu bilirdilər və insanlar namaz qılırdı. Bu mənim üçün çox maraqlı fakt oldu və mən bunu paylaşdım. Mən bunu insanlarla paylaşdım və insanlar təbii ki, belə deyim, biraz şübhə ilə yanaşdılar. Biraz haqq verənlər oldu ki, hə, həqiqətən də belə şey olub. Bəziləri deyir ki, yox, radioda azan nədir, bu özündən uydurmusan. Bəziləri yox, həqiqətən olub bu. Və mən orada onu göstərməyə çalışdım ki, əslində bizim filmlərdə insanların fikir vermədiyi o qədər belə maraqlı, gündəlik həyata dair o qədər sosioloji məsələlər var ki, onu yerləşdirib rejissorlar və onu növbəti nəsillərə çatdırıblar. O çox maraqlı bir yanaşma idi və çox xoşuma gəlmişdi. Ondan sonra o video 500 min izləndi və başa düşdüm ki, insanlar belə videolar sevir. Yəni insanlar istəyir ki, sən onlara bilmədikləri və ya ağıllarına gəlməyən və ya daha öncə düşünmədikləri hansısa bir məqamları açıqlayasan və ya hamının üzərində müzakirə elədiyi həqiqi olduğunu, nə olduğunu tam aydın bilmədikləri mövzular haqqında danışasan, bu mənim üçün aydınlanma oldu və bundan sonra mən davamlı olaraq bu cür kontentlər çəkməyə başladım. Sonra isə artıq müəyyən yerdən sonra çox sürətlə izləyici sayı artmağa başladı. O da ki, alqoritmlər sağ olsun. Yəni indiki alqoritmlər biraz onu tələb edir ki, insanların diqqətini çəkdinsə, onlar sənə rəy yazdısa, onlar səni bəyəndisə, daha çox auditoriyaya çıxa bilirsən. Amma məsələn, YouTube-un özündə bu yoxdur. YouTube-da ancaq o halda var ki, sən çox izlənəsən və YouTube-da müəyyən bir yerə çatandan sonra çox böyüyürsən. Amma ki, TikTok və s. daha orqanik böyümə mümkün idi və mən o fürsətdən istifadə elədim. Hazırda biz kinotənqidçinin video esseləri formatını işləyirik. Bu layihə Azərbaycan Kinematografçılar İttifaqının dəstəyi ilə həyata keçirir. Onlar bizə
maliyyə xərclərini qarşılayırlar və bunu biz edə bilirik. Əslində biz Azərbaycan Kinematografçılar İttifaqının bundan əvvəl də uzun videolar edirdik. Orada da Azərbaycan filmləri ilə dünya kinosu arasında paralellik qururduq. Burada isə daha çox bizim fokuslandığımız məqam Azərbaycan kinosunda diqqət eləmədiyimiz vizual məqamlar, hekayələrdə diqqət eləmədiyimiz məqamlar, xırda məqamlardır ki, o əslində sənin filmə olan yanaşmanı, sənin filmə olan yenidən baxışını dəyişir. Belə bir ideyamız var. Bunun ortaya çıxma səbəbi isə dünyada bu dəqiqə video esse formatı xüsusilə film tənqidçiliyi sahəsində, film kritisizm sahəsində çox populyardır və mən düşünürəm ki, bu düzdür, bu videolarda yenə çox izlənmir, amma bu videolar uzun ömürlü videolar. Yəni qısa video eləyirsən, insanlar ona bir dəfə baxdı, alqoritm onların nə vaxt qabağına çıxartdı. Amma bu videolar elə bil ki, mən istəyirəm bu videolarla kinoya marağı olan, Azərbaycan kinosuna marağı olan gənclər üçün bir növ çıxış rolunu oynasın. Bir növ onlar başa düşsünlər ki, kinoda məsələn tutalında mən orada bir səhnədə aktyorların duruşu və ya kameranın hərəkəti, bu kimi şeyləri izah eləyirəm. Əslində kinonun təməlləri olan şeylərdir də. Bu təməlləri izah eləyəm. Onlar eyni zamanda həm Azərbaycan kinosunu öyrənmiş olarlar. Eyni zamanda isə kinonun ümumi təkcə, yəni biz gördüyümüz insanlar söhbət eləyir deyil də. Yəni sənin onu necə çəkməyi, yəni sənin onu insanların necə durmağı və s. bu kimi şeylər də çox vacib, əhəmiyyətli məqamları və bir növ onlara həmin əhəmiyyətli vacib məqamları açmağa çalışıram. Ümid edirik ki, daha çox davam eləyər. Bu seriyanın daha uzun ömürlü olduğunu, eyni zamanda isə bu işlərin, bu videoların məncə öyrədici olmasını da istəyirəm. Yəni burada məqsəd o deyil ki, biz 100 min izlənək. Onsuz da bizə aydındır ki, bu videolar 100 min izlənməyəcək. Amma ki, oradan bir nəfər belə baxıb, nəsə öyrənib, onu daha sonra daha yaxından həmin mövzuları tədqiq etməyə sövq eləyəcəksə, bu artıq bizim uğurumuz deməkdir. Azərbaycan isə YouTube kanalları var. Qəşəng sualdır, var. Azərbaycanda izlədiyim YouTube kanalları təəssüf ki, onlar öz davamlılıqlarından əziyyət çəkirlər. Yəni davamlı olaraq edə bilmirlər. Bunun da əsas səbəbi odur ki, maddi resurslar məsələsi var, auditoriya məsələsi var. Yəni onlar bu işdən pul qazana bilmirlər deyə çox çətinliklə işlərinə davam eləyirlər. Mən tövsiyə eləyərdim Kandar kanalını. Kandar mən çox bəyənirəm işlərini. Onlar sənədli filmlər tərzində işlər hazırlayırlar və çox yaxşıdır. Daha sonra Əkinçi kanalı var. Onu maraqla izləyirəm. Əkinçinin çox maraqlı mövzularda paylaşımları olur. Məsələn, Chessborn TV var ki, şahmatla maraqlananlar üçün onlar canlı yayımlar edirlər, xüsusilə dünya çempionatları ərzində və s. Xüsusilə Azərbaycanlı şahmatçılar oynadığı zaman zövq alaraq o kanalı mən izləyirdim. Bundan başqa bir ara edirdi, amma indi etmir. Uspace var ki, o daha çox indi hazırda qısa videolara fokuslanıb. Uspace'in kanalını mən deyərdim. Sonra təbii ki, söhbətgah var. Söhbətgahda da mən daha çox izlədiyim kino ilə bağlı olan qonaqlardır. Məsələn, Talih Yüzbəyov olsun, Emil Quliyev olsun və ya nə bilim Orxan Mərdon, bu kimi qonaqlar olanda söhbətgah açıq, ancaq kino ilə bağlı izləyirəm. Amma bu kanallar yaxşıdır, işlərinə davam eləyirlər. Ümid edirəm ki, daha da davam eləyərlər və uğur da qazanarlar, daha çox insana çatarlar. Əsasıdır ki, davamlı olsunlar. Çox təşəkkürlər. Mən də təşəkkür edirəm dəvətiniz üçün. Minnətdaram. İzləyənlərə də öz təşəkkürümü bildirirəm ki, öz dəyərli vaxtlarını sərf edib bizim hansı çətinliklərdən keçdiyimizi, başımıza nələr gəldiyini Ahmet Kaya demiş, bildilər. Özünüzə yaxşı baxın. Hələlik.